Tovuz kimi futbol şəhərinə layiq davranmırlar. Bir oyunun gedişində rəqibi alqışlayırsan və Turanı istefaya səsləyirsənsə, Turan Tovuz məşqçiləri, futbolçuları fərqi yoxdur. Kluba istefa şüarları səsləndirirsənsə, artıq sən də sıradan digər azarkeşlər kimisən. Halbuki biz Tovuzu futbol şəhəri, Tovuz azarkeşlərini isə futbolu bilən üst səviyyədə azarkeş olaraq hər zaman görürük, düşünürük, danışırıq bu barədə. Rəqib komandanı alqışlayaraq, rəqibin qolunu alqışlayaraq öz komandanı istefaya səsləyirsənsə, artıq burada ciddi problemlər olduğunu düşünmək lazımdır azarkeşlik mövzusunda da. Çünki həmin anda sənin futbolçun da sınır, bəlkə çevirə biləcəyi, bəlkə geri dönə biləcəyi bir situasiya var idisə, artıq ondan sonra futbolçuların toparlanması, baş məşqçi, məşqçilər korpusunun toparlanması da çox çətin məsələdir. Məncə Turan Tovuz azarkeşləri bundan sonraki periodda bax bunları nəzərə almalıdır və bir növ özünə qarşı da tələbkar olmalıdır, özündə də nəsə axtarmalıdır deyə düşünürəm. Son vaxtlar baş verənlər göstərir ki, hələlik Tovuzda azarkeşlə bağlı da problemlər var, çünki daha mütəşəkkil, daha toparlanmış, daha iddialı, daha fərqli tribunalar olmalıdır.